Bəzi bürclər bu ərəfələr peşəkar tədbirlərdə, sosial şəbəkələrdə və müxtəlif məclislərdə təsadüfi yeni tanışlıqlarla qarşılaşa bilər. Həmin bürcləri təqdim edirik. Dolça. Bu ay dolçalar həyatlarına daxil ola biləcək yeni insanlara xüsusi diqqət yetirməlidirlər. Astroloji proqnoza görə bu tanışlıqlar bürc nümayəndələri üçün faydalı dəyişikliklər gətirə bilər. Dolçalara yeni insanlarla ünsiyyət qurmaq imkanlarından imtina etməmək tövsiyə olunur. Tanışlığın harada baş verməsindən asılı olmayaraq həmin şəxs gələcəkdə mühüm rol oynaya bilər. Yeni münasibətlərə və onların gətirə biləcəyi imkanlara diqqətlə yanaşın. Balıqlar üçün avqust yeni tanışlıqlar baxımından uğurlu dövrdür. Proqnozlara görə ay ərzində yeni əlaqələr və qeyri-adi təcrübələr üçün çoxsaylı imkanlar yaranacaq. Bu tanışlıqlar həm peşəkar, həm də sosial həyatda faydalı ola bilər. Balıqlara yeni insanlarla yaxınlaşmaqdan və onları daha yaxından tanımaqdan çəkinməmək məsləhət görülür. Bəlkə də yeni tanış olduğunuz şəxs həm şəxsi, həm də iş həyatınızda möhtəşəm dəyişikliklərə səbəb olacaq. Qoç. Qoçlar üçün avqust maraqlı perspektivlər gətirməkdə davam edir. Planetlərin mövqeyi həyatlarında əhəmiyyətli rol oynaya biləcək insanlarla tanışlıq üçün əlverişli şərait yaradacaq. Bu bürcün nümayəndələri yeni insanlarla tanış olmaq üçün özləri də qarşı tərəfə şans tanımalıdırlar. Belə tanışlıqlar işgüzar əməkdaşlığa, yaradıcı tərəfdaşlığa və hətta romantik münasibətlərə çevrilə bilər.